İnsan övladı hər gün görür ki, mənim ömrüm azalır. Amma ölüm üçün heç bir hazırlığı yoxdur. Ölüm hər birimizə yaxındır. Daim düşün ki, ölümümə çox az qalıb. Çox az bir müddətdə bu dünyadan köçəcəm. Dünya ilə vidalaşacağam. Ölüm mələyi deyir, gəlib mənim canımı alacaq və bu dünya ilə əlaqəm bitəcək. Necə ki, mən özüm şahidəm, hər gün neçə insanlar bu dünya ilə vidalaşır. Yaxınları dəfn edirik, əzizləri dəfn edirik, qohumları dəfn edirik, gedirik, iştirak edirik. Görürük ki, ölüm onlara çatdı. Və bilirik, bizə də gələcək, bizim üçün də olacaq o ölümlər. Amma ölüm üçün heç bir hazırlığımız yoxdur. Həzrət Əli əleyhissalamın hədisi buyurur, ölüm fürsətləri əldən çıxartmaqdır. O sizin qapınızı döyənə qədər özünüz üçün azuqələr hazırlayın. Çünki dünyadan köçmək qəfil olur. Buna görə də tez hazırlaşın.